Baharın 17 anı filmində Ştirlis obrazını yaratmaqla keçmiş SSRİ-də məşhur olan Rus aktyoru Tixonov. Bağ evimdə istirahət edərkən ürəyimlə bağlı özümü pis hiss etməyə başladım. Çox gec idi. Yanımda isə həkim yox idi. Düzdür, yaxınlıqda hərbi hospital var idi. Ona görə doğmalarım məni ora aparmalı oldular. Qəbul şöbəsində həkim anket doldurmağa başlayır. Soyadı, adı, atasının adı. Tixonov Vyacheslav Vasilyeviç deyə cavab verirəm. Hərbi rütbə deyə həkim məndən soruşur. Standartenführer deyə cavab verirəm. Həkim başını qaldırdı, mənə baxdı. O, bağışlayın, tanımadım. Almaniyada çəkilişlər zamanı az qala Vyacheslav Tixonovu həbs edirmişlər. Aktyor qaldığı mehmanxanadan çəkiliş meydançasına piyada getməyə qərar verib. Həm də SS-in Standartenführer mundirinin geyimində. Berlinlilər dərhal onu əhatəyə alıb tutublar. Polisə təhvil verməmiş çəkiliş qrupu özlərini çatdırıblar. Aktyoru onların əlindən ala biliblər. Qalan çəkilişlər SSRİ-də çəkilib. Filmin bir yerində Tixonov kibrit çöplərindən heyvan fiqurları düzəldir. Həmin kadrda fiqurları düzəldən qol filmin rəssamı Felix Rostotskinin qoludur. Həmin qolunda Slava yazılmış döymə vardı. Onu örtbasdır etmək heç cür mümkün olmayıb. Daha bir epizodda SS-çilərin uşağa işgəncə verdiyi səhnədə çox sayda uşaqlar çəkilib. Yaxınlıqdakı uşaq evindən gətirilmiş uşaqları hər kadrdan sonra dəyişirmişlər ki, uşaq aclığa, susuzluğa dözə bilməz. Tamaşaçının yadında olar, uşaq açıq pəncərənin qarşısında soyundurulur. Güya soyuğun qabağında, əslində isə çəkiliş studiyada aparılırdı və qətiyyən soyuq gələn yer qoyulmamışdı. Uşaqlara o qədər xoş olurmuş ki, hətta kameraya gülümsüyürmüşlər. Axırda səs operatoru uşaq evinə gedib ki, ağlayan uşaq səsi yazdırıb gətirsin. Mahnıları ifa etmək üçün o vaxt çox məşhur olan Müslüm Maqomeyev dəvət edilib, oxuyub. Amma rejissor xanım Müslümə necə oxumaq lazım olduğunu izah etməyə çalışanda müğənni təkrar oxumaqdan imtina edib, deyib, mənə kimsə necə oxumağı diktə edə bilməz. Sonradan Valeri Abadzinski də oxuyub. Valentina Tolkunova da. Kobzon 16-cı ifaçı olub. Rejissordan incik düşsə də onun dedikləri ilə razılaşıb. Titrlərdə isə adı yoxdur. Çünki titrlər səs təsdiq edilməzdən əvvəl yazılmışdı. Filmin premyerası 1973-cü ilin avqustunda olub. Filmin efirə getdiyi müddətdə o vaxt milislərin müşahidəsinə görə ölkədə cinayətkarlığın sayı azalıb. Həmin vaxt Moskva küçələrində tam sakit